بسم الله الرحمن الرحيم Nəhayət şəfqətlik və mehriban Allah'ın ismi bilan başlayman. لم يكن الذين كفروا من أهل الكتاب والمشركين منفكين حتى تأتيهم البينة. Əhli kitabdan, yani Yahudiler və Nasaralardan kafir bolğanlar və müşriklər özlərə roşan dəlil kelgəni qədər küfrdən ayrılğıcı bolmadı. رسول من الله يتلو صحفا مطهرة. O roşan dəlil, pak sahiblərini tilavet qılıb turduğan Allah tərəfindən kelgan peyğəmbərdir. فيها كتب قيمة. O sahiblər doğru ahkamlarını öz içigə alğan. وما تفرق الذين أوتوا الكتاب إلا من بعد ما جاءتهم البينة. Kitap verilgenler, yani Yahudiler və Nasaralar faqat özlərə roşan dəlil kelgandan keyinla ixtilof qilishdi. وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين حنفاء ويقيموا الصلاة ويؤتوا الزكاة. Ular faqat ibodatni Allohga xolis qilgan, haq dinga ibodat qilgan holda yolg'iz Allohga ibodat qilishga buyurildi. Namozni ado qilishga, zakotni berishga buyurildi. وذلك دين القيمة. Ani shular, yani ibodat, ixlos, namoz, zakotlar to'g'ri dindir. إن الذين كفروا من أهل الكتاب والمشركين في نار جهنم خالدين فيها. Ahli kitobdan va mushriklardan kafir bo'lganlar haqiqatan do'zaxga kirdi. Do'zaxda mangu qoladi. أولئك هم شر البرية. Ani shular maxluqotlarning yomonidir. إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية. İman etqan və yaxşı əməllərini qılğanlar, ani shular maxluqotlarning yaxshisidir. جزاؤهم عند ربهم جنات عدن تجري من تحتها الأنهار خالدين فيها أبدا. Ularga Parvardigorning dargohida berildigan mukofot, ularning turar joyi bo'lgan, ostidan o'stanglar eqib turadigan jannatlardir ki, ular jannatlarda mangu qoladi. Radiyallahu anhum wa radu anhu. Allah ulardan razı bo'ladi. Ularmı Allah'tan memnun bo'ladi. Zalika liman khashiya rabbah. Bununla Parvardigordan qo'rqqan odam erishidi.